təsərrüfata baxış keçirəm. Xiyar yığmaq fikrim var, görək varmı? Baxış keçirək. Elə əslində buradan görünür. Maşallah var. Xiyar, bunu gözləyək. Bunu gözləyək. Xiyar deməli bizdə təxminən aprel ayında əkilir, aprel ayında may, iyun. İyunda da yeyilir. Bax, bir neçə müddətdir, artıq bəlkə də bir 10 gündən çoxdur xiyar yeyilir. Hazırda üstündə də görünür çoxdur, hələ tam da görmək olmur, yarpaqlar imkan vermir. Bunu təmiz, aydın görməyə. Həm də istəmirəm ki, bunun yarpaqlarını əzmək də istəmirəm, çünki üstündə çoxlu çiçəkləri var. Bu çiçək də var deməkdir, məhsul deməkdir. Bax. Maşallah. Bol. Yəni bu bazara getməyə ehtiyac yoxdur. Burada əsas məsələ bunun dərmansız olmasıdır, yəni. Ekoloji, təmiz, sağlam məhsul olması bizim üçün əsas meyardır. Çoxlu çiçəklər var, çiçək çoxdur, hər bir çiçək məhsul deməkdir. Burada da var. Məhsul var. Məhsul var üzərində. Qırmaq istəmirəm. Biraz yetişsin, əmələ gəlsin. Burada da var. Çox da əzmək istəmirəm. Hələ bunun səthi baxış keçirirəm ki, gözlə görünən iri. O belə iri yerləri götürüm. Gözlə görünən. Burada da var. Xırda çoxdur üstündə. Bəzən belələr də olur. Yəni bu tərəf pomidordur. Pomidoru da qırmaq olmaz. Yaxşı. Gövdəsi var. Üzərində məhsul da var. Çiçəkləri də var. Birazdan pomidor da yetişəcək və ondan istifadə edəcəyik. Əsas odur ki, yəni dərmansız, heç bir dərmandan istifadə olunmadan yetişmiş məhsuldur. Bəzən gec baxanda belə böyüyür, sonra belə biraz da saralmağa doğru gedir. Üzərində bundan da biraz böyük olur, saralır və o saralmış xiyarlardan sonra toxum əldə edib gələcəkdə əkmək üçün istifadə olunur. Beləliklə iki cərgə xiyar deməli, 2 cərgə xiyardan alınan məhsul təxmini 2 kilo xiyar var. Dediyim kimi bizim üçün əsas meyar bunun sağlam, ekoloji sağlam, dərmansız olması, onu dərmansız yetişdirməsidir. Yəni kənd adamının işi əkib bezərmək, ən azından öz gündəlik tələbatını təmin etmək üçün əkib bezərmək işi ilə məşğuldur. Bu da vacibdir. Çünki bunun üçün gərək, əgər olmasa bazara getməlisən, bazara müraciət edilməsən, bazara getməyin özü də bir əlavə xərcdir və eyni zamanda da bazardan da bu məhsulu əldə etmək, ümumiyyətlə bazardan belə sağlam məhsul əldə etmək mümkün deyil. Hamısı dərmanla, müxtəlif üzvü ya
kimyəvi maddələrlə yetişdirilmiş məhsuldur. Ona görə də ən yaxşısı bu qapıda əkilmək və məhsulu öz həyətindən əkib becərmək və onu istehlak etməkdir.